Hansı cümlənin tərkibində həm həmcins üzvlər, həm də cümlələr arasında bağlayıcıdan istifadə olunub? Deməli, bizə lazımdır mürəkkəb cümlə və orada həmcins üzvlər iştirak etsin. Təmiz vicdan nə yalanlardan qorxar, nə də şayiə və böhtanlardan. Burada mürəkkəb cümləyə rast gəlmirik. Təmiz vicdan yalanlardan, nə şayiə, nə böhtanlardan qorxar. Yəni həmcins üzvlərimiz var. Yalanlardan, şayiədən, böhtanlardan, tamamlıqlardan istifadə olunub, amma mürəkkəb cümlə deyil. Elm və təhsilə qarşı çıxmaq, həm də insanlığa qarşı çıxmaq deməkdir. Bu cümləmiz də sadə cümlə olduğu üçün çıxırıq. Vicdan rahatlığı ən yüksək rütbə və vəzifədən üstündür. Burada da həmcins üzvə rast gəlsək də, bu cümləmiz də sadə cümlədir. Təbil guruldayır, amma bilmir ki, boşdur. Bu mürəkkəb cümlədir. Təbil guruldayır birinci cümləmizdir. Amma bilmir ki, bilmir də birinci cümləyə aiddir. Ki'dən sonrası isə e, digər cümləmizdir, boşdur. Deməli, burada həmcins üzvlərimiz var. Həmçinin ki bağlayıcısı vasitəsilə də iki cümləmiz bir-birinə bağlanıb. Cümlələr arasında bağlayıcıdan istifadə olunub. Tabeli mürəkkəb cümlədir. Birinci tərəfimizdə isə həmcins xəbərlərdən istifadə olunub. Cavabımız bu variantdır. Həqiqəti qəbul etmək çətindir, amma ondan qaçmaq daha çətindir. Burada mürəkkəb cümləmiz var, bağlayıcısı da var, amma bağlayıcısından istifadə olunub, lakin həmcins üzvlərə rast gəlmədiyimiz üçün bu variant da yanlışdır.